Mədəni irsin qorunması və müasir təqdimatı muzeylərin inkişafında əsas istiqamətlərdən biridir. Rəqəmsal texnologiyaları isə bu yanaşmaya yeni imkanlar qazandırır. Bu istiqamətdə həyata keçirilən layihələrdən biri də muzey mərkəzində sərgi zallarının yenilənməsi və immersiv texnologiyalar əsasında yeni ekspozisiya məkanının yaradılmasıdır. Azərbaycan Dövlət Rəsm Qaləsi və bir şirkətin əməkdaşlığı çərçivəsində sərgi zalları, muzey mərkəzinin sərgi zalları yenilənib və bu immersiv texnologiyadan istifadə edilərək hazırlanan otaq artıq ziyarətçilərə ixtiyarına verilib. Burada gördüyünüz kimi Xalidə Səfərovanın, Asif Cəfərovun, Toğrul Nərimanbəyovun, Maral Rəhmanzadənin əsərlərinin altında QR kodla onun məlumatı yer almışdır. Yenilənmiş sərgi zallarında təqdim olunan ilk layihə Azərbaycan təsviri sənətinin inciləri Qızıl Kolleksiya sərgisidir. Ekspozisiyada Dövlət Rəsm Qalereyasının fondundan seçilmiş 80-ə yaxın rəngkarlıq, qrafika və heykəltaraşlıq əsəri nümayiş olunur. Yenilənmiş 5 sərgi zalının rəsmi açılışı ilə birlikdə təqdim olunan ekspozisiyada xalq rəssamları Ömər Eldarov, Fuad Salayev, Natiq Əliyev və digər tanınmış heykəltaraşların əsərləri də nümayiş olunur. Ekspozisiyadakı 8 heykəltaraşlıq nümunəsi müxtəlif nəsilləri təmsil edən sənətkarların yaradıcılığını və milli bədii ənənələrin inkişafını təqdim edir. Sərginin ekspozisiyasında bugünə kimi ictimaiyyətə təqdim edilməyən əsərlər də sərgilənir. Həmçinin bir seçim prosesində daha çox bu il yubileyi olan rəssamlarımızın yaradıcılığına daha çox önəm vermişik. Məsələn, Maral Rəhmanzadənin bu illərə 100 illik yubileyi olacaq. Həmçinin Hüseyn Əliyev, Altay Hacıyev və sair kimi sənətkarlarımızın yaradıcılığındakı olan əsərlərə də bu sərgi salonunda yer vermişik. Ziyarətçilərə Azərbaycan təsviri sənətinin ən dəyərli nümunələrini yaxından tanımaq imkanı yaradan Azərbaycan təsviri sənətinin inciləri Qızıl Kolleksiya sərgisi sentyabrın 15-nədək davam edəcək. Arzu Yusif, Elvin Qəhrəmanov, Azər Məcidov, Mədəniyyət xəbərləri.